Orada sırf sənə demirlər ki, məşq prosesi zamanı elə tam standart bir şey çək. Bir dənə əlini cəhdləşdir, sürətləndir. Ondan sonra qardaş, yavaş-yavaş öz ritmlərini ifa elə. Necə ki, məsəl üçün, mən öz məşqlərimi sürətli şəkildə edirəm. Tutaq ki, 8-də 6-lıq ifa eləyib. Başqa formada, tam milli yox. Bax, bunu göstərəcəm, baxın. Mən sizə məşq prosesindən danışıram ki, siz necə professionallaşa bilərsiniz tez bir zamanda. Hansı texnikalar istifadə edilir professionallaşa, bunları göstərirəm mən. Metronom, bax qoyursan qardaş. Altılığı cavanlaşdır. Niyə bilərsən 8 altılı cavanlaşdırmaq üçün? Yəni, niyə bilər? Otdum. Şu bunlar lazım. Bunları kəşf edin. Bunları öyrən. İdeyan olmalıdır. Yəni nəysə qurmalısan beynində ritm cəhətdə. Əgər o varsa, sən həqiqətən musiqiçisən, sən həqiqətən ifalar edə biləcəksən. Yəni əsl nağara ifaçısan demə. İdeya olmalıdır. Burada bir şey olmalıdır qardaş. Əzbərçi mən də oturup düz mən də toylayacağam. Amma mən toylarda onu göstərmirəm ha. Çünki mən bilirəm ki, indiki toylarımızda təkrar şeylərdir ki, onları insanlar. Məsələn, mən oturup toyda məsələn bunu oynayamazlar. Bunu oynayamazlar. Ama bu sənindir. Bu səndə qalsın. Deyərlər ki, ay Nihat qardaş bir dənə sol olsa, hə, bu orada olar. Yaxşı udarındakı ifadəsinin varsa, qoşa ifadəsinin varsa, sən bunu bacaracaqsan. Çox insan musiqi anlayışı olmalıdır ki, bu insan ifa etdiyi şeyi mən alqışlayayım. Amma məsələn, otdum fikir bildirmək istəyirəm. Bir və, iki və. Bir və, iki və.